Pərvin xanım, ghosting nə deməkdir? Ghosting psixologiyada çox istifadə olunan terminlərdən biridir. Biri ilə münasibət qurursan, o münasibət çox yaxşıdır, hər şey idealdır. Bir anda o adam ortadan itir və heç cür onunla əlaqə yarada bilmirsən. Amma bir müddətdən sonra yenidən gəlir və heç nə olmamış kimi münasibətə davam edir. Bu ghostingdir və ghostingi adətən narsistlər tətbiq edir. Bəs bir insan niyə görə ghosting tətbiq edir? Ghosting tətbiq edən insanın psixologiyasına baxsaq, çox vaxt onların dərin travmaları olur. İlk etapda onlar bağlanma stili ilə bağlıdır. Onlar uşaqlıqdan anaları, valideynləri ilə sağlam bağlanma stili qurmayıblar. Yəni 3 tip bağlanma stilinə sahib oluruq: güvənli, yayınan və qayğılı. Ghosting tətbiq edən insanlar yayınan bağlanma stilinə sahiblər. Münasibətdə bir irəliləmə gördükdə, münasibət bir etapa keçməyə başlayanda onlar o münasibətin məsuliyyətindən qaçırlar və qorxurlar. O yükü götürməkdən qorxurlar. Ona görə də uzaqlaşırlar. Amma tamamilə də uzaqlaşmaq da istəmirlər. Sanki münasibətə fasilələr, aralar verirlər. Əgər bir insan ghostingə məruz qalıbsa, o nə etməlidir? Öncə həmin vəziyyəti fərqində olmaq lazımdır ki, mən doğrudan da ghostingə məruz qalıram. Bunu bilmək üçün yazmağı biz həmişə məsləhət görürük ki, gündəlik baş verən o insanla olan hadisələri yazın və müqayisə edin ki, doğrudan da bu adam ara-ara sizə ghostinglər tətbiq edir və onunla açıq şəkildə, səmimi şəkildə söhbət edin və bunun xoşunuza gəlmədiyini bildirin. Əgər bu adam yenə də davam edirsə, biz təbii ki, ayrılmağa məsləhət görürük. Çünki bu insanın emosional vəziyyətinə də təsir edir. Düşünün ki, çox sevdiyiniz insan bir anda itir və siz həmişə narahat qalırsınız. Təzədən yenə üzə çıxır. Yəni öz arzu və istəyinə görə münasibəti idarə edir. Əsas onun öz duyğularını nəzərdə saxlayır, öz duyğularına əhəmiyyət verir. Ona görə də belə bir toksik münasibətdə davam etdirməyin təbii ki, insana ziyanı böyükdür.